Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərəc Quliyev studiyamızdadır. Fərəc müəllimi salamlayırıq. Fərəc müəllim, sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Buyurun, sağ olun. Bilirsiniz, əslində bizim xalq ermənilərlə qarşı-qarşıya deyil. Ermənilərin arxasında dayanan böyük qüvvələr dəstək verirlər. Bunu hamı bilir. Son vaxtlarda hətta bəzi Avropa ölkələri və Avropa təsisatları da birmənalı şəkildə ikili standartlar dillərində ondan çıxış edirlər. Ciddi şəkildə yanaşmalarda bir seleksiya var, seçmə vardır. Azərbaycan münasibətdə anormal yanaşma vardır. Dünyanın arasında dinc sakinlərə və bir dinc tədbirə, deyək ki, baskı olsaydı, təbii ki, dünya səsini qaldırardı. Avropada 2 Fransız jurnalisti öldürmüşlər. Bütün Avropa dövlətlərinin rəhbərləri, xristiyan dövlətləri rəhbərləri qol-qola etiraz elədilər. Amma bizdə hər gün demək olar ki, bu cür dinc sakinləri qarşı tədbirlər görülür və təzyiqlər vardı, atışmalar vardı. Heç bir fikir də bildirilmir. Mən bir həftə əvvəl Avropa Şurasının buradakı nümayəndə heyətindən görüşdüm. Azərbaycan parlamentində 11 partiya, parlament partiya rəhbərləri biz görüş keçirirdik. Onlar seçki ilə bağlı gəlmişlər bir mərzi hazırlaşdılar. Onlara mən münasibət bildirdim ki, siz bəyanatlar verməkdə biraz ustasınız. Azərbaycan əleyhinə bəyanatlar verirsiniz, qətnamələr qəbul edirsiniz. Mən tələb edirəm ki, qətnamə qəbul edirsiniz, nə ilə bağlı? Biz 63 namizədlə çıxış edirik seçkilərdə, amma 2 dənə namizədimiz Xankəndi dairəsindən və Kəlbəcər dairəsindən olan adamlarımız qohumların belə tapa bilmirlər ki, imza qoysunlar. Bu ermənilərin günahından Azərbaycanlıların seçki hüququnun pozulmasıdır, qətnaməyə daxil eləyir. Və 4000 girovumuz Azərbaycan işğal olmuş ərazisində, zod yataqlarında işlədilir, qul üçün, bunu artıq hamı bilir. Bu 4000 adamın seçib-seçilmək hüququ var, girov götürür. Heç bir ölçü götürmürsünüz. Yəni, artıq bu cür yanaşmalar, fərqli yanaşmalar vardır və mən hesab edirəm ki, Azərbaycan xalqı özü toparlanmalıdır və düşmənə sözünü deməlidir. Mən bugün Azərbaycan ordusunun düşmənə kifayət qədər ciddi söz demək imkanına malik olduğunu bilirəm. Arxa cəbhə olaraq xalqımın bu əhval-ruhiyyədə olduğunu bilirəm. Siz dediyiniz kimi bizim xalqımız uşaqdan böyüyə qədər səfərbər olub müqavimət göstərmə imkanlarına malikdir. Əsas məsələ arasındakı Ermənistan bugün sosial-iqtisadi böhran içərisində çabalayır. Bəli. Ermənistan prezidenti həm də qayırma və bir parazit ölkənin... Zəhmət olsun, mikrofon götür, nəsə problem yarandı mikrofonda. Bir əyalət olan Ermənistanın rəhbəri legitimliğini tam itiribdir və xalq da etiraz edir. O davranışlar həm də daxili auditoriya üçün hesablanıbdır. O saxta adların verilməsi, daxildə bir səngimə, bir savaş aparırıq, hətta qarşı tərəfdən itkilər vardı kimi bir eyforik bir mənzərə yaratmağa cəhd edirlər. İkinci bir tərəfdən... Çox üzrlə, bu şərəfsizlik deyilmi? Məsələn, tutaq ki, siz deyən ki, bu %100 belədir, mən sizdən razıyam. Yəni, bu insanlar saxta adlar çıxardı ortaya. Azərbaycan tərəfi də bütün xəbər saytları vasitəsilə, informasiya agentlikləri vasitəsilə cəmaata, bütün dünyaya elan edir ki, belə əskərlər yoxdur. Bəs bunlar bu hərəkətləri ilə bir daha özlərinə zərbə vurmurlar. Bu, ondan xəbər vermirmi ki, bunlar başlarını itiriblər eləmir ki? Ermənistan tərəfinin başqa yolu yoxdur. Yenə deyirəm, onlar daxildəki etirazlarda səngitmək üçün, daxildə iqtisadi, sosial vəziyyətin ağırlığını müharibə ilə əlaqələndirməlidirlər və sübut eləməyə çalışırlar ki, biz savaş aparırıq, siz də etirazlar eləməyin. Bu, birinci tərəfidir. İkinci, itirildiyindən legitimliyi qaytarmaq üçün dəstək almaq istəyir. Əsasən, savaş istəyən ermənilərdən, hərçəndə bunlar çox azdılar artıq. Və üstəlik daha çox istəyirlər ki, dünyanı bu savaş qızışdı burada, atəşkəs eləmək mümkün deyil kimi, indiki status quo-nu saxlamaq, danışıqlara mane olmaq, danışıqların sonucunu alınmamasına çalışırlar. Çünki artıq dünyanın bir çox təsisatları və bir çox dövlətləri həqiqətin yanında olmaq üçün səy göstərirlər. İstəyirlər BMT-nin prinsipləri təkişmək üçün addımlar atılsın. Bölgədə çox ciddi qarışıqlıq vardı. Dünyada böyük qarışıqlıq vardı, iqtisadi böhran var və s. Azərbaycan kilit ölkə olaraqdan bu iqtisadi böhranlarda aparıcı elementlərdən birinə çevrildi yaxşı mənada. Yəni Avropanın istəyir iqtisadi təhlükəsizliyində, enerji təhlükəsizliyində, istəyir bölgədə sabitlikdə və çalışırlar ki, bu bölgədə sabitlik faktoru olan Azərbaycanı gözdən salsınlar. Ki, dünyanın dəstəyini almasınlar. Bu mənada çox ciddi şəkildə təpki vardı. Dünyada bloklaşma siyasəti yürüdülür təbii ki. Bu cinah məsələsinə bağlı olaraq Ermənistanı kimsə qoltuğun altına almaq istəyir, presikləri artırmaq istəyir. Azərbaycanı zəif salaraq Azərbaycan diktələr eləmək istəyirlər.
mən bayaq da toxundum. Azərbaycan haqlı tərəf olmasına baxmayaraq çox anormal bir yanaşma vardı. Əslində o anormal yanaşmanı irəli sürən BMT özünə hörmətli eləyir. 4 qətnamə qəbul eləyibdir. Bəli. Və özünün də nizamnaməsinin 7-ci bəndində və 41-42-ci paragraflarında göstərilir ki, o qətnamələrin həyata keçməsi üçün həyata keçirmə üsulları vardı. Qeyri-hərbi və hərbi sanksiyalar tətbiq eləmək imkanları vardı. Liviyada bunu bir gün elədilər. Onu da eləmirlər. Yəni, hörmətsiz bir quruma çevrilib də bunlar. Yəni, artıq belə bir məqamda dəyişiklik olacağını gözləyən ermənilər istəyirlər ki, təbii ki, Azərbaycanı barış yeri olmayan, pozucu bir ölkə, sabit olmayan, ondan iqtisadi əlaqə saxlamayan və s. kimi yarlıqlarla yarlıqlasın. Amma bu mümkün deyil. Artıq Azərbaycan bu məsələlərin üstündən çoxdan keçib. Amma o informasiya müharibəsində təbii ki, biz hamımız çalışmalıyıq. Təhsil dövlət orqanları yox. İndi dünya çox kiçildi. İnternet dünyasında qeyri-hökumət təşkilatları, partiyalar, fərdlər belə ciddi şəkildə o savaşa qatılmalıdır. O ciddi məsələdir. Bəlkə silahdan da güclü bir silahlı informasiya savaşı. Həm qarşı tərəfi yıpratmaq üçün, həm də ölkədə əhval-ruhiyyəni qaldırmaq üçün. Siz bu gün o savaşı aparırsınız. Bu gün səhərdən vətənpərvərliyi ilə bağlı olaraq veriş aparırsınız. Mən təqdir edirəm. Və təşrif edirəm ki, bütün televiziyalar bunu bir vaxt ayıraraq, hətta bəlkə mən düşünürəm ki, günün eyni vaxtında hamısı eləsinlər vətənpərvərliyə bağlı olaraq ki, alternativ televiziyalar cəmaatına baxma imkanı belə olmaz. Yəni, biraz da zorlamaq lazımdır ki, bu vətənpərvərlik verilişlərinə baxın, şəhidlərimizi tanıyın, qazilərimizi tanıyın, savaş epizodlarımızı görün. Biz belə zəif millət deyilik ki, ona görə mən sizin də bu gün artıq savaşdığınızın fərqindəyəm və bütün cəmiyyəti kimin əlində nə varsa o cür savaş aparmağını arzulayıram. Yəni, başqa yolu yoxdur. O savaşdan, o informasiyadan ki, ermənilər istifadə eləyib, bizi yıpratmaq istəyirlər, tam güclü əks deməli mövqelərdən çıxış eləmək lazımdır. Sözün qüvvəsi, o vaxtda keçmiş döyüşçülər, yaşlı döyüşçülər artıq. Bəli. Bizim partiyadan Qarabağ departamentinin rəhbəri 60 yaşlı Şakir bəy də daxil olmağının, o yer gəlmişən 20 yanvarda bizim şəhid olanların tabutlarını o vaxt Rus baskında düzəltdən bir adamdır. Birdən-birə gördüm ki, yüzlərlə adam keçmiş döyüşçülər ərizə yazıblar prezidentə, onu göndərdilər ki, biz döyüşə getməyə hazırıq. Yəni, o bir göstəri deyildi, adamların içindən gələn bir şeydir. Yəni, biz gerçəkdən çox güclü xalqıq. Mən sizin sözünün təsdiqi mənasında bunu deyim.